Kanala abunə olub videonu bəyənməyi unutmayın. Sual martın 9-u 2025-ci ildə 11-ci siniflərə buraxılış imtahanında salınıb. Y-in hansı qiymətlərində bu ədədi silsilənin ardıcıl hədləri olur? Ədədi silsilə biz bilirik ki, A1, A2, A3 kimi işarə edilir və belə bir qayda var. A2-ni tapmaq üçün A1 ilə A3-ü toplayıb 2-yə böləcəyik. Bu qayda hardan çıxır? Baxın, indekslər 1, 3 toplayanda 4 edər, yarısı da 2 edər. İndi gəlin aparaq burada yerinə qoyaq. Modulda 3 çıx y bərabərdir. Y çıx 2 üstəyə gəl 6 çıx y bölünsün 2. İndi burada y-lər getdi, qaldı. 3 çıx y bərabər. Mənfi 2 üstün 6 gələcək. 4, 4-ü 2-yə böləcək 2. Bir dəfə 3 çıx y müsbət 2-yə bərabər edirik. Bir dəfə də 3 çıx y mənfi 2-yə bərabər edirik. Y bərabər 3-dən 2 çıxırıq 1. Burada isə 3-dən mənfi 2 çıxırıq. Olacaq. 2 dənə mənfi qarşı-qarşıya gələndə işarə müsbətə çevrilir. 5 olacaq. Yəni düzgün cavab D variantıdır.